Salam, bəli, sizin də qeyd etdiyiniz kimi Ermənistan vətəndaşı təqsirləndirilən Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə açıq keçirilən məhkəmə prosesində zərər çəkənlər ifadə verirlər. Həmin zərər çəkənlər Ermənistan dövləti, onun silahlı qüvvələri, vəzifəli şəxslərinin heç bir beynəlxalq hüquqa sığmadan Azərbaycana qarşı təcavüzkar müharibə aparmaqdan ötürü yaratdığı cinayətkar dəstəyə Ruben Vardanyan da qoşulduqdan sonra törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlərdir. Məhkəmə prosesində ifadə verən zərər çəkənlər hansı şəraitdə zərər çəkdiklərini, necə yaralandıqları barədə məhkəmədə ifadə verirlər. Bildirirlər ki, o zamanlar Ermənistan silahlı qüvvələrinin qalıqları, eyni zamanda Azərbaycan ərazilərində hələ də o zamanlar mövcud olan qanunsuz erməni silahlı birləşmələri mütəmadi olaraq Azərbaycana vətən müharibəsindən sonra mütəmadi olaraq Azərbaycan silahlı qüvvələrinə hücumlar edir. Azərbaycan silahlı qüvvələrini, o cümlədən mülki şəxsləri hədəfə götürürlər. Düşmən müxtəlif təxribatlar törədirdi. Amma buna baxmayaraq Azərbaycan ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə aldı və düşmənin Ermənistanın planlarının həyata keçirilməsinə imkan vermədi. Məhkəmə prosesində həmçinin mülki şəxslər ifadə verirlər, zərər çəkənlər. Onlar ifadələrində hansı şəraitdə zərər çəkdikləri, necə yaralandıqları barədə bildirirlər. Qeyd edək ki, həmin zərər çəkənlərin bəziləri mina terrorundan əziyyət çəkənlərdirlər. Hansı ki, Ermənistan dövləti vətən müharibəsindən sonra hələ də həmin o qanunsuz erməni silahlı birləşmələrin qaldığı ərazilərdə mina terroru həyata keçirirdi. Azərbaycan ərazilərini mina ilə çirkləndirirdi. Həmin o minadan zərər çəkənlər bu günləri məhkəmə prosesində açıq şəkildə ifadə verir. Ermənistanın Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibənin nəticələri barədə qeyd edirlər. Məhkəmə prosesində zərər çəkmişlər həm də zərər çəkən qismində iştirak edirlər. Onların hüquqlarını məhkəmə prosesində vəkillər qoruyur. Eyni zamanda Ruben Vardanyan da məhkəmə prosesində onun hüquqlarını özünün seçdiyi vəkilə müdafiə edir. Həmçinin ona rus dilində tərcüməçi ayrılıb. Məhkəmə prosesində həmçinin çoxsaylı sənədlər nümayiş olunur. Qeyd edək ki, həmin sənədlərin bir qismi Ruben Vardanyan həbs olunduqdan sonra onun ofisində aşkarlanan sənədlərdir. Biz mütəmadi olaraq məhkəmə prosesi ilə bağlı məlumatlar çatdırırıq. Bugün də bizim proseslə bağlı xüsusi reportajımız olacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.